Annene hayanda kaldım. Böyle başıma dolanma. Nece ben seni itirdim, da senin tayın tapılmaz. Sen ölen gün emme geldin, beni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin var. Hanı xan nənəm soruşdum. Dediler ki xan nənənin aparıbla Kərbəlaya ki şəfasını oradan alsın. Səfəri uzun səfərdir. 1-2 il çəkər gəlincə. Necə ağlaram yanıqlı. Neçə gün elə çığırdım ki səsim sinəm tutuldu. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdu, mənsiz ödək qoyub gedibdi. Hamıdan acıq edərkən hamıya acıqlı baxdım. Sonra başladım ki mən də gedirəm onun dalınca. Dediler seninki tezdir. İmamın məzarı üstə uşağı aparmaq olmaz. Sen oxu Kur'an'ı tez çıx. Sen onu çıxınca bəlkə gələ xan nənə səfərdə. Tələsik ravanlamaqda oxuyub Kur'an'ı çıxdım ki yazım sənə gəl indi, daha çıxmışam Kur'an'ı. Mənə sovqat al gələndə. Ama her kağız yazandan ağamın gözü dolardı. Sendeki gelip çıkmadın. Neçə il bu intizarla günü həftəni sanardım. Ta yavaş yavaş göz açtım, anladım ki sen ölüpsün. Bilə bilməyə hənuz da ürəyimdə bir itik var. Gözüm axtarar həmişə. Nə yamandır bu itik.